Alo. Alo. Salam. Salam. Ben size bir şeyden sormak istiyordum. Burada her vakit sinir. Salam Ürəyim, salam. Böyle sevgilim var. Onlar biraz dindar fasondular da. Dindar fason? Ama hatta dindardılar ama tarafı. Fason. Aha. Bizde de elə şey çok yoktu. Yani normasında da. Geyik falan öyle hicablı zat değil. Yola biraz hicablı zattılar. Biraz. Biraz yani hicablıdılar. Hatta xanım, elə danışırsan biraz elə bir ki, bacı başlarını örtürlər, qışlar açıq. Dilənci icablıdırlar da. Ana tarafı, arka tarafı yoktu. Neyse. Geyimizde de tanışandık da. Neyse ben toya gitmiştim bir defa babamla. Tazeliyeceğler. Şekil paylaşmıştım. Benim kızımın toyuydu. Ben giymiştim. Bu geyimde hoşlanırdım. Dedim ben onu yığdırmışam belədi, elədi. Yaxşı da indi. Tıkı bir milyon elədi, çox sağ olun, öpürəm. Sonra bu əsəbləşmişdi, eləmişdi, yığmışdı, anası görmüşdü, əsəbləşib, nədəni soruşmuşdu, bəs nə olub, belədi filandı. Abla demişdi ki, bəs istəmədiyin geyini. Anasında məndə nömrəsi var, statusunda görmüşdü. Anası da belə, ne diyeyim, o ipsiz köynələr olur, biraz qaşalı. Ama ağır geyimiydi, yəni çox bir şey yox idi. Bəs maması da ona səs atmışdı, mən də tez onu istəmədən götürüb o səsə baxmışdım. Səs atmışdı ki, bəs mama satmışdı ki, bəs şey demək, maması ilə geyinənin, qızına geyinəcək. Qırıcı Çox pis olmuşdu. Yani bilmedim sonra neyini dedim size de zengin Mamova söz atır. Hə? Mamova söz atır. Həm mamama biraz o hicablıdır. Mənim mamam başı açıqdır da, yəqin ona görə biraz bilim. Qeyrət edir. Ərun zadını bəyəm sənə elə danışır. Hə, nə bilim, elə çox pis eləmişdim də özümü. Yəni məndən arası yaxşıymış kimi aparır, amma da mamam haqqında elə demək, o qədər pis elədi. Az özü hörmət elə qızqırd elə. İndi də sən o sözü deyəsə da sən alanda baxşı. Dedi, anası gündük biri ilə gəzir. Çox sağ olun. Salamat. Mən bir sözlə çatmır. Bax, hicabdır, Allah qəbul eləsin, tutun, taxın. Namazdır, Allah qəbul eləsin, tutun. Bəzi insanlara, namaz qılır, hicab taxır. Hicab taxmayıb namaz qılmayana kafir kimi baxır. Sanki bu anadan gəlmə hicabda, namazda dünyaya gəlib. Bu indi qılmayanı, taxmayanı bəyənmir. Başa düşürsən? Heç kəsi qırıya bilməz. Elə hicablı tanıyıram ki, açıq geyinən ondan 1000 dəfə qeyriyyətlidir. Elə açıq geyinən tanıyıram ki, hicablı ondan 1000 dəfə qeyriyyətlidir. Hər şey başörtüsünə deyil. O sadəcə şərtli və eləməliyik. Başa düşdünüz? Yəni ona görə insanla sən açıq geyinəni pisləyib qapalı geyinəni tərifləyə bilmərsən. Hər kəsin öz həyatı var və öz həyata baxışı var. O dünyada da hər kəs cavab verəcək, siz cavab verməyəcəksiniz kimizə. Bunu Allah buyurur hicabı, insanlar buyurmur. Ona görə də ki, özünüzlə məşğul olun.